Hökumət Qarabağa böyük qayıdışa dair ikinci dövlət proqramını hazırlayır. Bunu dekabrın 9-da Baş nazir Əli Əsədov Milli Məclisdə 2026-cı ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib. Nazir çıxışında birinci dövlət proqramının icrasının uğurlu olduğunu bildirib. 2020-ci ildən bəri 2026-cı ildə daxil olmaqla işğaldan azad olunmuş ərazilərin bərpasına büdcədən 25 milyard manatdan çox vəsait ayrılıb. Bəs böyük vəsait xərclənsə də niyə Qarabağdan şikayətlər eşidilməkdə davam edir? Bölgə sakinlərinin ərazidən paylaşdığı videolardan bir sıra layihələrin keyfiyyətsiz olduğu görünür. Divarımıza vurur, hava. Başlayıb indi Usmala. İqtisadçı Rövşən Ağayev bildirir ki, əslində hökumət proqramla bağlı gördüyü işlərin ciddi hesabatını hazırlayıb ictimaiyyətə təqdim etməli idi. Məsələn, hökumət hər il Qarabağa ayırdığı vəsaitin təkcə ümumi həcmini yox, hər bir layihə üzrə nə qədər vəsait, ən xırda, hətta bir bulaq bərpa eləyir, nə bilim bir artizan vurur, bir məktəb tikir. Onların hər birinə çəkilən xərclərin həcmi ilə bağlı, hətta həcmi yox, strukturu ilə bağlı. Məsələn, böyük bir məhəllə tikildi, bunun nə qədər hissəsi əmək haqqına getdi, nə qədər material alınmasına getdi. Bura qədər detallı hesabat verərdim. Məsələn, mən bu hökumətin yerində olsaydım. Üzərinə ildə bir dəfə o proqramın, böyük qayıdış proqramının icrası ilə bağlı böyük hesabat hazırlayardım və onun təqdimatını keçirərdim. Yəni, yenə deyirəm, hökumətin heç yerdə eləmədiyi, mən başa düşürəm ki, bizim hökumətin təbiətinə ziddi belə şəffaflıq. Yapıcı deputat Cavanşir Paşazadə deyir ki, bərpa işləri Azərbaycanın 20% hissəsində gedir. Eyni zamanda ərazilər minalardan təmizlənir, infrastruktur yenidən qurulur. Azərbaycanın 1/5 hissəsinin yenidən qurulması və yenidən bərpa olunması, yenidən insanlarımızın 1 milyona əgər qaçqın köçkünümüz varsa, onların deməli təsəvvür edin ki, 1 milyon da onun içində gəl, onların ailəsi, onların artımı və digər məsələsi. Və təbii ki, bunların hamısını həyata keçirmək üçün bir dəfəlik bu qədər insanın yer-yurda köçürülməsi çətin məsələdir. Bu davam edir deyə hesabat da ona görə bizim deməli birinci oxunuşda hörmətli cənab Baş nazir də çıxışında, bizim İqtisadiyyat naziri də çıxışında və digər çıxış edənlər də onu Qarabağda olan işlərin və gələcəkdə planlaşdırılan işlərdən danışdılar. Prezidentin fərmanı ilə 2016-cı ildə yaradılan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi proqramın 2024-cü il üzrə icrasının monitorinqi zamanı işlərin sürətlə davam etdiyini yazır. Ümumilikdə 40 minə yaxın insanın ərazidə yaşayış və fəaliyyətinin təmin olunduğu bildirilir. Amma görülmüş hər işə ayrılan vəsaitlə bağlı rəqəmlər tapmaq çətindir.